Bugün çox ləzzətli, içi sulu, yumuşaq, üzəri xırçıltılı tük börəyinin hazırlanmasını bölüşürəm. İşə soğuzu hazırlamaqla başlayıram. Bunun üçün qaba 1 stəkan süd, 1 stəkan qatıq, yarım stəkan duru yağ, 1 ədəd yumurta və 1 çay qaşığı duz əlavə edib yaxşı-yaxşı qarışdırıram. Mən hazır dönər lavaşından istifadə etdim. Lavaşın üzərinə bir qədər sousdan töküb bütün lavaşa yayıram. İçli olaraq göyərtilərdən keşniş və şüyüddən istifadə etdim. Kim istəsə başqa göyərtidən istifadə edə bilər. Və üzərinə xırda-xırda doğradığım pendiri əlavə edirəm. Pendir duzlu olduğuna görə əlavə duz istifadə etmirəm. Və gördüyünüz qaydada kənarlardan bükərək rulet formasında bükürəm. Və lavaşları bükdükdən sonra qəlibimin içərisinə düzürəm. Üzərindən sadəcə kəsiklər atıram. Və yerdə qalan bütün sousu üzərindən gəzdirirəm. Və kist ilə üzərindən bir qədər düzəliş etdikdən sonra üzərini zövqə görə bəzəmək olar. Mən çörək otu və susamdan istifadə etdim. Əvvəlcədən isitdiyim 200 dərəcəli sobada alt-üst rejimdə bişməyə göndərirəm. Üzəri bir qədər qızardıqdan sonra artıq götürürəm. Bu qayda ilə hazırlasaz çox razı qalacaqsınız. İnanın o qədər ləzzətlə alınır. Qutab belə yanında yalan olur. Hazırlayan hər kəsə nuş olsun. Mənə abunə olmağı unutmayın.